Salam, axşamınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Təbrizdə hərbi təyinatlı sənaye müəssisələri bombalandı. Tehranda Sepahın baş qərargahının binası vuruldu. İslam Respublikasına alternativ İranın içindədir Sünni din xadimindən açıqlama. İranda müharibəyə görə daha 90 nəfər həbs edildi. Həmas İrana çağırış etdi, qonşu ölkələri hədəf almayın. İndi isə daha ətraflı. İsrail Hərbi Hava Qüvvələri bugün yerli vaxtla səhər saat 08:35 və 08:45 radələrində Təbrizin qərb bölgəsinə hava hücumları edib, hərbi təyinatlı sənaye müəssisələri bombalanıb. Bu barədə yerli mənbələr məlumat yayıb. Məlumata görə 2 mərhələdə həyata keçirilən hava hücumu zamanı 8 güclü partlayış baş verib. Hücumların Bonyan, Dizel, İdem və Traktorsazi sənaye müəssisələrinə edildiyi bildirilib. Həmin müəssisələrdə dron və raket hissələrinin istehsal edildiyi qeyd olunub. Hücumlarla eyni vaxtda qeyd olunan bölgələrdə elektrik enerjisinin verilişi də tamamilə kəsilib. Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri hücumlardan bir neçə saat əvvəl təbrizlilərə adı çəkilən bölgələri tərk etmək barədə xəbərdarlıq etmişdi. İranın paytaxtı Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun baş qərargahının binası İsrail və ABŞ silahlı qüvvələri tərəfindən endirilən zərbə nəticəsində əhəmiyyətli dərəcədə dağıntılara məruz qalıb. Bu barədə Əl-Hədad telekanalı məlumat yayıb. Məlumata görə tikili demək olar ki, tamamilə məhv edilib. Telekanal həmçinin qeyd edib ki, Birləşmiş Ştatların Bağdaddakı səfirliyinin binası da hücuma məruz qalıb. Zərbələrin hədəfi Amerikanın diplomatik missiyasının ərazisində mövcud olan hava hücumundan müdafiə sistemləri olub. Əl-Hədad belə yazıb. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq isə Sepah, İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edir. Bugün səhər saatlarında ABŞ ordusunun İranın Xark adasındakı raket və mina anbarlarının hədəf almasının səbəbləri barədə məlumatlar yayılıb. Bu barədə The New York Times qəzeti yazıb. Amerika Birləşmiş Ştatları rəsmilərinin sözlərinə görə İslam Respublikası Xark adasında yerləşən hərbi texnikadan gəmilərin bu həyati əhəmiyyətli keçiddən keçməsini təhdid etmək və ya qarşısını almaq üçün istifadə edirdi. Hərbi rəsmilər həmçinin vurğulayıblar ki, Birləşmiş Ştatların hava hücumları zamanı Xarkdakı neft infrastrukturu hədəfə alınmayıb və neft obyektlərinə dəyən ziyanın qarşısını almaq üçün səylər göstərilib. İranlı millət vəkili Məniçöh Müttəqi xəbərdarlıq edib ki, əgər ABŞ Ərəb körfəzinin quzeyindəki Xark adasını ələ keçirməyə cəhd edərsə, İran bölgədəki ABŞ bazalarına vertolyot hücumları həyata keçirəcək və Amerika qoşunlarını əsir götürəcək. Əgər onlar belə bir hərəkəti etməyə və torpaqlarımızın bir hissəsində oturmağa cəsarət edirlərsə, niyə biz onların torpaqlarının bir hissəsi hesab edilən ərazilərə gedib, orada vertolyot inişi edib onların qüvvələrini əsir götürməyək deyə Məniçöh Müttəqi bildirib. Xatırladaq ki, ABŞ prezidenti Donald Trump cümə günü Birləşmiş Ştatlar Mərkəzi Komandanlığının İranın Xark adasına böyük bir bombardman reydi keçirdiyini deyib. Məlumata görə Amerika qüvvələri adadakı bütün hərbi hədəfləri məhv edib. İslam Respublikasına alternativ İranın içindədir. İranda siyasi keçidin əsl liderlərin ölkə daxilində, xüsusən də həbsxanalardadır və onlar azadlığa buraxılmalıdırlar. Bunu Zahidan şəhərinin Sünni din xadimi və Məkki məscidinin cümə imamı Mövləvi Əbdülhəmid deyib. ABŞ, İran və İsrail müharibəsi ilə əlaqədar İranın müxtəlif əyalətlərində daha 90 nəfər həbs edilib. Bu barədə İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi məlumat yayıb. Həbslər əsasən Mazəndaran, Xuzistan, Rəzəvi, Xorasan və Qum əyalətlərində həyata keçirilib. Məlumata görə saxlananlar hava zərbələrinin endirildiyi yerlərdən foto və videolar çəkdiklərinə görə saxlanılıblar. Bununla yanaşı fevralın 28-dən martın 14-nə kimi eyni səbəbə görə yüzlərlə insan həbs edilib. Onlar ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyətdə ittiham olunublar.
İran regionda qonşu dövlətləri hədəf almaqdan çəkinməlidir. Bu barədə Həmas bəyanat yayıb. Həmas eyni zamanda İranın İsrail və ABŞ-yə qarşı bütün mövcud vasitələrdən istifadə etmək haqqına malik olduğunu vurğulayıb. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq isə Sepah, İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistandakı obyektlərə hücum edir. Davam edirik. Rusiya prezidenti Vladimir Putin bu həftə prezident Trampla telefon danışığında müharibəyə son qoymaq üçün əldə edilən razılaşmanın bir hissəsi olaraq İranın zənginləşdirilmiş uranın Rusiyaya daşınmasını təklif edib. Donald Trump isə onun bu təklifini rədd edib. Amerika və İsrailin İrana qarşı müharibədə əsas məqsədlərindən biri İranın 400 kiloqramdan artıq 60% həddində zənginləşdirilmiş uranını təmin altına almaqdır. Nəzəri olaraq Rusiyanın bu təklifi Amerikanın maraqlarına uyğun olsa da onlar bu təklifi qəbul etməyiblər. Qeyd edək ki, bu təklif Rusiya tərəfindən daha öncə də irəli sürülmüş, ancaq İran bununla razılaşmamışdı. Donald Trump isə Fox News-a verdiyi müsahibəsində zənginləşdirilmiş uranın ələ keçirilməsinin Amerikanın əsas hədəfi olmadığını demişdi. Hazırda biz buna fokuslanmamışıq, ancaq gələcəkdə ola bilər deyə o bildirmişdi. Ukraynanın bir sıra bölgələrində Rusiyanın kütləvi hücumlarının nəticələrinin aradan qaldırılması davam edir. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə Rusiya üçün əsas məqsəd Kiyev vilayətinin enerji infrastrukturu olub, lakin mülki müəssisələrə, o cümlədən yaşayış binalarına ziyan dəyib. Zelenski hazırda 4 nəfərin öldüyünün məlum olduğunu diqqətə çatdırıb. Çox sayda yaralı var və insanlar hələ də tibb işçilərinə müraciət edirlər. Zelenski qeyd edib ki, Rusiya son sutkada 430-a yaxın müxtəlif növ dron və 13 ballistik olmaqla 68 raketlə Ukraynaya hücum edib. Onlardan 58-i Ukrayna hava hücumuna müdafiə sistemləri tərəfindən vurulub. Ukrayna lideri vurğulayıb ki, Rusiya yaxın şərqdəki müharibədən Ukraynanı daha da məhv etmək üçün istifadə etməyə çalışacaq. Buna görə də real təhlükə səviyyəsini nəzərə almaq və buna uyğun olaraq hazırlaşmaq lazımdır. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.